Biz bugün kimyəvi reaksiyaların əlamətinə aid təcrübələr aparacağıq. Sağdakı kolbada çay sodası, soldakı kolbada isə soda var. Bu qabda isə xlorid turşusu vardır. Hər iki kolbaya xlorid turşusu əlavə edəcəyik. Bu zaman kimyəvi reaksiyaların əlamətlərindən qazın ayrılmasını müşahidə edəcəyik. Birinci kolbadakı reaksiyanın söz tənliyi natrium hidrokarbonat üstə gələr xlorid turşusu, alınır natrium klorid, karbon qazı və su. İkinci kolbadakı reaksiyanın söz tənliyi isə natrium karbonat üstə gələr xlorid turşusu, alınır natrium klorid, karbon qazı və su. Bu kolbada göydaş məhlulu var. Biz bu kolbaya dəmir metalı əlavə etmişik. Bu zaman dəmir metalı göydaş məhlulundakı misi əvəz edir. Bu zaman ayrılan mis dəmir metalının səthinə toplanılır. Reaksiyanın söz tənliyi mis 2 sulfat üstə gələk dəmir, alınır dəmir 2 sulfat üstə gələk mis. Digər təcrübəmizə isə göydaş məhluluna naşatır spirt əlavə edəcəyik. Bu zaman yeni bir birləşmə əmələ gəlir və məhlulun rəngi dəyişir. Növbəti təcrübəmizdə dəmir qırıntılarının üzərinə xlorid turşusu əlavə etmişik. Bu zaman xlorid turşusu dəmir qırıntılarının üzərindəki oksid təbəqəsini öncə həll edir, sonra isə dəmir metalı ilə reaksiyaya girir. Məhlulun yaşıl rəngə boyanması dəmir 3 xloridinin alınması ilə bağlıdır.